Deməli, kədər emosiyasının quruluşu ilə tanış oluruq. Qaşlara diqqət yetiririk. Deməli, qaşların alt küncləri yüngülvari olaraq yuxarıya doğru qalxıb və bəzən onlar birləşə də bilər. Və əgər söhbət burada yuxarı göz qapaqlarından gedirsə, onlar boşalmış vəziyyətdədirlər və bəzən gözün yüngülvari olaraq gözün üzərindən sallana bilirlər. Daha sonra ağız, necə deyirlər, küncləri aşağıya doğru düşməyə başlayıb. Dodaqlar avtomatik olaraq ya boşalmış formada olur, ya da hərəkətli formada olur. Diqqətlə baxın. Ay, sağ ol. Saxta kədər nə zaman bilinir? O vaxt bilinir ki, alında qırışlar olmuş. Amma burada alında qırışlar var. Diqqətinizə görə minnətdarım.